Bugün izlədiyimiz bir hamilə 3-cü dəfədə izləyirik və müayinə zamanı artıq 24 həftəlikdir. Uşaqlıq boynunun daxili dəlikdən artıq açıldığını gördük və uşaqlıq boynu qısalıb. Belə durumları diaqnoz etmək üçün biz angiovaginal baxırıq. Üstdən təbii ki, baxıb şübhələnirik. Vaginal müayinə zamanı belə bir mənzərə çıxdı qarşımıza. Təbii ki, tədbirlər alınacaq, həkiminə göndərildi. Ginekoloqa hansı tədbir lazımdırsa onu da edəcək. Bizim transvaginal müayinəmiz bu uşaqlıq boynunun açılmağına səbəb ola bilməz. Yəni, bütün hamilələri biz transvaginal müayinə edə bilərik. Düzdür, bəzən baxırıq ki, şübhəli durum yoxdursa, pasiyenti incitməmək üçün baxmaya bilir, amma mesela burada şübhəli durum var idi üstdən və vaginal baxdım və mən bütün hamilələrimi demək olar ki, transvaginal uşaqlıq boynunu demək olar ki, yoxlayıram.